Doktor, biz sizinlə keçən dəfə görüşəndə siz demişdiniz ki, isti çay xərçəng yarada bilər və turşulardan danışmışdınız ki, evdə hazırlanan turşular xərçəngi yarada bilər, səbəb ola bilər. Və bu, mən sosial şəbəkələrdə paylaşmışdım və bu çox reaksiyaya səbəb oldu. Dedilər ki, bu doktor bilmir nə deyir, düz demir, turşuları biz ömür boyu yeyirik, heç birimiz xərçəng olmamışıq. Nə ilə əsaslandıra bilərsiniz dediklərinizi? Mən əslində qaynar çay deyəndə nəyi nəzərdə tuturam? Düşünün ki, məsəl üçün siz gün ərzində qaynar suyu nə qədər dərinizə töksəz, dəriniz ona reaksiya verər. Deyək ki, əlimizi belə tutaq, qaynar suyu tökək. Əgər biz bir ay bura dayanmadan qaynar suyu töksək, burada dəri xərçəngi olacaq. Bir də düşünün ki, 20 il, 30 il qaynar çay içirsiniz. Qida borusunun sinir hissiyatı çox zəifdir. Amma dərimizin sinir hissiyatı güclüdür. Dərimiz onu hiss eləyirsə, qida borusu da hiss eləyir. Biz qaynar çay içəndə maksimum boğazımızda hiss eləyirik də qaynar hissəsini. Oradan ki, qida borusuna keçdi, onun hissiyatını hiss eləmirik. Düşünün ki, onun da bir sinir sistemi var, onun da dərisi var. Sadəcə onun sinir sistemi zəifdir deyə o onu bildirmir. Yəni, mən bunu hamının başa düşəcəyi dillə deyirəm ki, dərimizlə müqayisə eləyək. Məsəl üçün, kim istəyirsə bir test eləsin. Bir həftə dayanmadan qaynar suyu əlinin üstünə töksün. Və oradan baş verə biləndən qida borusunu təsvir edəsin. Yəni, təbii ki, qida borusu xərçəngində qaynar çayın çox böyük bir funksiyası var. Demirəm, alkoqol içkidə var, siqaretdə var, bunlar var. Amma mən daha çox qaynar çaya bağlayıram. Yuxarı və orta üçtəbir hissəsində, yəni aşağı üçtəbirinin aidiyyəti yoxdur. Yəni, deyək ki, əlin üstünə də qaynar çayı töksək, olur sonra? Məsəl üçün, əlinizin üstünə İraq olsun, qaynar çay tökün ki, ən gezi bir çay içində orada dəri xərçəngi yaranar. Hər gün tökərsinizsə. Turşu bəs? Turşular da biraz yanlış anlaşdılar. Hamı dedi ki, biz turşu probiotikdir, kələm turşusu bağırsaq üçün çox faydalıdır. Mən bağırsaq demədim ki, mən turşu bağırsaq xərçəngi yaradır. Dedim ki, turşu, evdə düzəldilmiş turşular daha çox mədə xərçəngi üçün bir səbəb dedim. İndi hamı yazdı ki, probiotikdir. Hamı dedi ki, o daha çox faydalıdır. Mən evdə düzələn turşuların bir müqayisə eləyim. Məsəl üçün, deyək ki, bir bazarda satılan turşu ilə. Görmüsünüz də bazarda belə boçkalarda turşular satılır. Gedirsiniz ki, açıq qabdadır, satırlar. Hamı da gəlir, alır, aylarla da üstü açıq qalır və hamı da bəhbəhlə yeyir. Onlar da evdə düzəlib də. Onlar hansısa bir fabrikdə düzəlməyib ki. Evdə düzələn turşuları əgər, tutaq ki, 2-3 gün, əgər özünüz düzəltmişsinizsə, 2-3 gün ağzını açıq qoysaz, görərsiniz ki, üstündə bir kif yarandı, üstündə bir tez bir zamanda xarab oldu. Amma bazarda kilola satılan turşuların aylarla qalır. Demək, evdə özümüz üçün düzəltdiyimiz o qədər təhlükəli deyil ki, nəinki bazarda satılan. Təbii ki, evdə düzəltdikləriniz ola bilməz, bunun sirkəsimi, tuzumu maksimal olsun. Yəni, yəqin ki, onlar minimum düzəlir də, qədərində olur. Və onlar da ağzı açıq qalanda xarab olduğunu ən qısa zamanda hamımız görürük. Amma bazarda satılanlar bir yerkəndə indi bilmirəm, kimsə bilir, bilmir. Boçkada satırlar, ağzı açıq, aylarla da satılır. Yəni, heç bir standartı yoxdur da. Mən bunu deyə bilmərəm, bazarda satılan ayrıdır, evdə satılan ayrıdır, dükanda düzəldilən ayrıdır. İki cür turşu var da, evdə düzəldilmiş turşu. Bir də hansısa bir fabrikdə, bilmirəm, indi zavodda, nə bilim, haradasa bir yerdə düzəldilmiş. Onların standartı var. Amma bunların yoxdur da. Amma onun standartı var, onun da daha tez o turşunun gəlməsi, hazır olması üçün daha çox nələrdən istifadə edir? Turşu nə qədər tez əmələ gəlirsə, bir o qədər kanserogenliyi yüksəkdir, belə deyim. Yəni, əgər bir tutaq ki, evdə düzəldilən bir valideyn, ananın, bacının düzəltdiyi bir turşu 2-3 günündə hazır olursa, bu çox dəhşətli bir şeydir. Yəni, normalda 2-3 aya hazır olmalıdır. Yəni, indi bunu insanlar özləri müqayisə eləsinlər. İndi onu da bir daha da durub onun üzərindən deməsinlər ki, bunu mən səhv dedim, bunu mən düz dedim. Bağırsaq üçün kələm turşusunun bəli faydaları var. Amma siz nə qədər kələm turşusu yeməsiniz ki, onun içindən o qədər probiotik bağırsağa xeyirli olsun. Gərək 2 boşqab kələm turşusu yeyəsiniz ki, bağırsaq üçün bir faydası olsun. 2 boşqabın duzu mədə üçün çox böyük bir riskdir. Əslində onu o probiotika ilə 1 stəkan kefir əvəz edir. Əlbəttə ki, axşam 1 stəkan kefir içsinlər, yəni 3 boşqab kələm turşusuna bərabər bir şeydir. Şərtdir ki, gərək onu kələm turşusu şəklində yeysin. Kimdir bir yarpaq kələm turşusu yeyir? Hamı oturub 1-2 boşqab yeyir. Doktor, siqaretdən danışanda hər kəs deyir ki, siqaret xərçəngə səbəbdir.
Amma görürük ki, illərlə, 10 illərlə 80 yaşına qədər siqaret çəkən adam heç xərçəngi olmur, başqa xəstəlikdən ölür. Niyə? Siqaret çəkən adam enində sonunda ağciyər xərçəngi olur əslində. Yəni indi yəqin ki, bunu da deyəcəklər ki, mənim babam 80 il çəkdi, heç nə olmadı. Hamı onun nümunə Biri gəldi. deyəcək, mənim babam 90 il çəkdi, heç nə olmadı və başqa şeydən dünyasını dəyişdi. Siqaret birinci növbədə ürək-damar xəstəliklərinə zərər verir də. Yəqin ki, eşitmisiniz. Yəni 50, 60, 70 yaşından sonra 2-3 adamdan biri siqaret çəkibsə, ürək damarlarına stent qoyulur. Hə. Yəni bu normaldır. Yəni siqaretə bağlı normaldır. Təbii ki, siqaret 20-30 ildən sonra bir kanser yaradır. Minimum bir adam 20 il, 30 il çəkməlidir ki, olsun. Adam var 20 yaşında başlayır, 50-də olur. Adam var 60-da olur. Adam var 70-də olur. İnsan var 80-90-da olur və bəziləri də olmadan dünyasını dəyişir. Ürək, ağciyər xəstəliklərindən dəyişir də. Siqaret çünki onlara da zərər verir. Əgər onlar ondan dünyasını dəyişməsəydilər, biraz artıq yaşasaydılar, xərçəng olasıydılar. Yəni sadəcə onu çatdırmırlar. Çatdırmırlar. Yəni mümkün deyil ki, siqaret çəkəsiz, enində sonunda ağciyər xərçəngi olmasın. Sadəcə onlar xərçəng etabına çatmadan ürək-damar xəstəliklərindən dünyasını dəyişirlər. Məsəl üçün, mən indiyə kimi görməmişəm, siqaret çəkməyən adam mənim yanıma gəlsin də ağciyər xərçəngi olsun. Ya şübhəsiz, bu statistikanı nəzərə alan var. Məsəl üçün, yəni, mən 20 ildə mən işləyirəm də. Yəni, siqaret çəkməyən adam heç vaxt ağciyər xərçəngi olmur. Mən görməmişəm də. Yəni bu statistikanı da nəzərə almaq lazımdır da. Yəni, bu dediklərim kitabla üst-üstə düşür. Yəni, siqaret çəkməyən adam ağciyər xərçəngi olmaz. Doktor, yaşlılıqla xərçəngin nəsə əlaqəsi var? Əlbəttə ki. İnsan yaşlaşdıqca hüceyrələri də qocalır da. Yəni, bu da birinci növbədə dəridə özünü göstərir. Tutaq ki, bir adam gəlib çatıb 90 yaşına. Niyə üst sınırlarla gedirəm? Üst sərhədlərindən də, yəni deməyim 70, deməyim 80. 90 yaşına çatıb ürəyi sağlam, böyrəyi sağlam, ağciyəri sağlam. O qədər adam var, 90 yaşı var, günə 35 kilometr gəzir, çox gözəl qidalanır. Demək ki, onlara ağciyərdə bir problem olmayacaq, ürəyində olmayacaq və yaxud da tutaq ki, başqa bir orqanlarında problem olmayacaq. Amma o yaşa gəlib çatan adamda əgər heç nə o dediklərimdən heç bir şey olmursa, ürəkdən, ağciyərdən bir problem olmursa, ən son dərinin qocalığı harda görünür açıq-aydın? Dəridə. Hə, o dəri hüceyrələri, yaşlılıq belə ləkələri yaranır. Hə, yəni dəridə də, yəni bütün yaşlılığın ən böyük baris nümunəsi dəridir. Yəni o dəridə məsəl üçün hüceyrələr bölünmə bilmir, yaxşı bölünə bilmir. Yəni 1-2-yə, 2-4-ə bölünə bilmir və dəri xərçəngi yaranır. Yəni bir insan əgər ürəyi, ağciyəri sağlamdırsa, yəni insan nədənsə dünyasını dəyişir də, yəni nədənsə ölür də, yəni 100 yaş, deyək ki, 110 yaş. Onlar dəri xərçəngi olur enində sonunda. Ya prostat xərçəngi olur, ya dəri xərçəngi olur. Dəri xərçəngi də deyirsiniz ki, proqnozu çox yaxşıdır. Dəri xərçəngi niyə ölsün ki? Gəlib tutaq ki, adam çatıb 100 yaşına dəri xərçəngi olur. Siz onu həkimə gedirsiniz, həkim onu kəsməlidir, götürməlidir ki, sizin üçün bir problem olmasın da. Dəri xərçəngi bazal hüceyrəli xərçəngi o yaşda onlar görülür və onlarda metastaz vermə ehtimalı 0%-dir. Onda sual meydana çıxır, bu niyə dəri xərçəngi ilə ölsün? Onu cərrah ya narkozu həkim verə bilmir, anesteziya verə bilmir, yaşa görə. Nə olsun ki, ürəyi sağlamdır. Və yaxud da anesteziya verib onu kəsib götürürlərsə, dəri ucuza yapışa bilmir. Və oradan bir infeksiya düşür, sağalmır. Sağalmayan yaradan. Regenerasiya yoxdur deyə dəri yapışmır və sağalmır. Xərçəngdən yox, məsəl üçün o əməliyyatın törətdiyi fəsaddan, oradan bir infeksiya düşür. Tutaq ki, dərini ucuza tikmək 90 yaşında, yəni çox mümkünsüz bir şeydir. 100 yaşında və yaxud da o yaşlarda. Və onlar da oradan bir infeksiya düşür, hansı ki, xərçəngi qurtarır. Cərrah qurtarır, əməliyyat edir, qurtarır. Amma təəssüflər olsun ki, o sağalmayan yaralardan infeksiya düşür. İnfeksiya da düşdükcə ağırlaşır, ən sonunda da sepsis olur. Xəstə dünyasını dəyişir. Doktor, süd vəzi xərçənginə hər zaman əməliyyat eləmək olar? Süd vəzi xərçəngi var ki, birinci mərhələdir, cərrahi əməliyyat göstərişi yoxdur. Süd vəzi xərçəngi var ki, 4-cü mərhələdir, cərrahi əməliyyat göstərişi var. Deyirsiniz, bunlar necə olur? Axı biz deyirik, birinci, ikinci mərhələdə xərçəng əməliyyatla olunur. Süd vəzində bildiyiniz kimi estrogen, progesteron deyə bir reseptor var. Təbii ki, bunun qanda yoxlanılmır. Bu qanda bütün qadınlarda estrogen, progesteron çıxmağı normaldır. O şiş toxumasından götürülür.
Orada əgər onlar müsbətdirsə, bunun proqnozu çox əla anlama gəlir. Hətta 4-cü mərhələdə belə selektiv yanaşma əməliyyat eləmək olar. Onlar mənfidirsə, şişdən götürülən, kimsə gedib qanda versin, süd vəzində estrogen, progesterona baxdırmağın anlamı yoxdur. Məsəl üçün deyək ki, onlar mənfidirsə, bu deməkdir ki, bunun proqnozu heç də ürək açan deyil, mütləq kimyoterapiya alıb sonra əməliyyat olunmalıdır. Ona görə də artıq süd vəzində hormon mənfi, hormon müsbət deyə bir qrup var. Yəni mərhələdən daha çox bunlar proqnozu belirləyir. Məsəl üçün mən deyərdim hormon mənfi olub 1-ci mərhələ olmaqdansa hormon müsbət olub 4-cü mərhələnin proqnozu daha yaxşıdır. Hormon mənfi yaxud da ki, müsbət nədir ki? Estrogen, progesteron da. Hə, yəni məsələn hormon azdır ya çoxdur elə. Yox, yəni həmin şiş toxumasında hormon müsbətdirsə, estrogen, progesteron varsa, bu deməkdir ki, bunun kimyoterapiya alternativ müalicəsi var, hormon. Eşitmisiniz də, yəni 5 il dərman içirləri. Məsəl üçün alternativ var. Onlar mənfidirsə, demək bunun kimyoterapiyadan başqa alternativi yoxdur. Çünki mənfidir. O hormonların, dərmanları necə versinlər? Bilirsiniz bunlar nəyə görə önəmlidir? Çünki indiyə qədər bax siz deyirsiniz, mən təzə-təzə bunu eşidirəm. Hormon mənfi və hormon müsbət. Hesab olunur ki, siz dediyiniz kimi elə 1-ci, 2-ci mərhələdə əməliyyat lazımdır, amma 4-cüdə mütləq əməliyyat lazımdır, sağ qalmaz. Bu əslində düzgün bildiyimiz yanlışları dağıtmaqdır da. Bizim nə qədər qadınlarımız var ki, bu məsələdə elə məsəl üçün 4-cü mərhələdə qorxur və dərhal gedir əməliyyat olur ki, önəmli ki, bilsinlər. 4-cü mərhələ olub hormonu müsbətdirsə, 1-ci mərhələ olub hormonu mənfidən daha yaxşıdır proqnoz. Doktor, hansı xəstəliklərdə, hansı xərçəng növlərində nəsə irəliləyiş var? Çünki adama hərdən elə gəlir ki, elə ki, çox ləng gedir irəliləyiş müalicəsində. Yox, niyə? Məsəl üçün, mən keçən səfər dedim, keçən səfər ağciyər xərçəngində çox möcüzələr var. Yəni, bu demək deyil, indi hamı geçsin, sigareti bir paskanı, 2 paska çəksin ki, möcüzə var. Yəni, çox böyük möcüzələr var. Məsəl üçün, 15 il, 20 il bununla qabaqla müqayisədə inanılmaz yeni müalicələr var və çox yaxşı proqnozlar var. Proqnozu çox əladır. Dəridə melanoma var da, dəri xərçəngi 3 cür olur. Bir melanoması var, bir yastı hüceyrəli xərçəngi var, bir də bazal hüceyrəli. O ikisinin proqnozu çox yaxşıdır, yassı ilə bazal hüceyrəli. Amma melanomanın proqnozu çox da ürəkçan deyil, amma onun müalicəsində çox yaxşı irəliləyişlər var, çox yaxşı. Ən pis proqnoz yenə də beyin xərçəngindədir, göz xərçəngindədir. Göz almasının melanoması. Yox, beyin xərçənginin 20-yə 30-a yaxın növü var. Onların 95%-i xoş xassədir. 3-5% olan var, hansı ki, biz o deyirik glioblastom multiform. Onların proqnozu çox pisdir. Biz beyin xərçəngi ümumi bir cümlədir. Məsəl üçün, Nazilə Səfərinin atasında da beyin xərçəngidir, amma beynin limfomasıdır o. Beynin elə bir qan xərçəngidir. Amma, məsəl üçün, çox yaxşıdır da nəticələri. Yəni, nəticələr mən bilirəm ki, sizin pasiyentiniz olub. Ümumi bir cümlədir də beyin xərçəngi. Beyin xərçəngi ümumiləşdirib əslində düz deyil onu demək, beyin xərçəngi. Beyində var glial, sinir mənşəli şişlər var. Yəni, müxtəlif mənşəli şişlər var. Onlar 95% proqnozu çox yaxşıdır. Sadəcə cərrahi əməliyyatla bitirir. Məsələn, dünən mənim bir yaxınım meningiomadan əməliyyat oldu. Eşitmişsiniz də meningiom. Yox. Meningiomadır, yəni damar mənşəli şişdir beyində. İndi ona biz beyin xərçəngi deyə bilmərik ki, əməliyyat oldu, tamamilə götürüldü və xəstə heç zaman bir də o xəstəlikdən problem olmayacaq. Amma ümumiləşdirib beyin tumor deyirik də, xərçəng deməyək, beyin tumor. Şişi də. Beyin şişləri deyək. Doktor, əgər o şiş götürüldüsə, bədənin istənilən nahiyəsində tam olaraq götürüldüsə, ətrafından da səliqəli, bir balaca da orada heç nə qalmadısa, o yenidən eyni yerdə yarana bilər? Yox, eyni yerdə yaranmaz. Baxır hansı şiş məsəl üçün. Siz onu deyin mən. Deyək ki, süd vəzi şişi. Yox, süd vəzi şişi çox qəşəng, mən cərrah deyiləm, amma cərrahi olaraq çox gözəl götürülürsə, həmən yerdə yaranmaz. Beyin? Beyində yarana bilər. Eyni yerdə. Eyni yerdə. Çox yüksək riski var. Beyin şişini götürmək texnik olaraq çox çətindir axı. Yəni siz bizim beynimizi belə təsəvvür eləməyin, belə sümüklə bir şey qəbul eləməyin. Beyin toxuması bu boydadır. Təsəvvür edin, orada 4 santimetrlik bir şiş var. Axı orada beyin kötüyü var. Məsəl üçün 1 millim belə gedirsiniz, hərəkət problemi yaranır. 1 millim belə gedirsiniz, məsəl üçün görmədə problem olur. Çünki o beyindən idarə olunur hamısı. Tutaq ki, mən indiyə kimi nadirən görmüşəm ki, beyindəki işləri total çıxartsınlar. Adətən biz belə deyirik, totala yaxın. Total tam çıxarda bilmirlər. Niyə? Çünki 1 millim sağa sola gedirsiniz,
bütün idarə etmə mərkəzi oradadır. Yəni yenidən yaranma riskini gözə alıb, Ondan yenidən sonra nəsə şüa verirlər də. Məsəl üçün %90 orada bir qalıq şiş qalır. Bir də açanda beyni çox vaxtı o gördüyünüz o MRT-də gördüyünüz şişlər beyin toxumasından ayırd eləmək olmur. Normalda süd vəzində ayırd eləmək olur. Tutaq ki, hər yerdə ayırd eləmək olur. Onlar açanda beyin toxuması ilə eyni rəngdədir. Onu xüsusi bir indi mən cərrah deyirəm də, cərrahların detektorları var. O detektorlarla gedirlər. 1 millim məsəl üçün tutaq ki, beyin sapına doğru gedirlərsə, detektor səs eləyir, həmən qayıdırlar dala. Yəni o çox çətin bir əməliyyatdır, beyin əməliyyatları. Mən indi bu dəqiqə hal-hazırda beyin cərrahı kimi danışıram, amma mənim sahəm deyil. Amma o inanılmaz dərəcədə həssas bir işdir. Çox həssas bir işdir. Bayaq Nazilə Səfərlinin atasını dediniz. Mən bilirəm ki, o sizin pasiyentiniz olub və çox çətin, çox mürəkkəb və gözlənilməz ssenarilərlə qarşılaşmısınız. Və mən bildiyim qədər pandemiya dövründə olmuşdu sizə müraciət. Necə olmuşdu ümumiyyətlə o? Bu arada mən deyim ki, siz də, mən də birazdan danışacağım Nazilə xanımla. İcazəsini alaraq danışırıq bunları. Və indən də belə nə danışacaqsa, hansı deyək ki, datanı danışacaqsa, biz onun icazəsini almışıq. Əlbəttə ki. Nazilə xanımın atası əslində beyin xərçəngi yox, beynin qan xərçəngidir. Əslində bu belə bir cümlə yoxdur. Beyin limfoması deyək də onu. Beynin limfa mənşəli xərçəngidir. İndi ona beyin limfoması deyirlər əslində, xərçəng demirlər. Mənim ixtisasım hematoloq deyil. Onunla əslində hematoloqlar, qan xərçəngi olduğu üçün hematoloqlar məşğul olur. Mən ixtisasım deyil, amma tutaq ki, az olmuş olsa o işdə bir təcrübəm var. Nazilə xanım da inatla dedi ki, biz eləyək müalicəsini. Çünki orada bilirsiniz də, beyin xüsusi bir baryer var. O baryeri dərmanlar keçmir. Beyindədir, tutaq ki, bir şişmiş beynindədir də. Beyin, yəni bu səviyyədədir. Beyin buradan belə də bir, yəni hamının başa düşəcəyi bir şeylə dinlədiyim, buradan belə bir baryer var, bir xətt var. Oradan dərmanlar keçmir beyin. Kimyoterapiyaya keçmir. Dərmanları keçmir ora. Ona görə də onurğa beyindən vurmalıyıq o dərmanı. Və Nazilə xanımın atası Gürcüstanda idi, düzdürmü? Gürcüstan vətəndaşı. Oradan gəlmişdi. Gürcüstanda. Biz onu məsəl üçün onurğa beyninə arxadan o var ya, məsəl üçün qadınlara anesteziya eləyirlər doğuşlarda da. Oradan girib vurmaq lazımdır ki, kimyoterapiyanı o beyinə gedib çıxa bilsin, çata bilsin. Biz onu özünə riskləri izah elədik. O vaxtı bəlkə də bir 4-5 il olardı o. Mənim təxminimdən bir 5 il olar. Biz izah elədik, o da razılaşdı. Biz dedik ki, yenə də bir dəfələrlə izah elədik. Bir də biraz riskli iş idi də. İndi tutaq ki, bu da tanınmış bir simadır. Bir narahatçılıq olar, bir problem olar. Amma o dedi ki, biz hər şeyi qəbul eləyirik. Onurğa beynindən vurduq, kimyoterapiyasını elədik. Yəqin ki, 2020 olardı. Beyindəki işi tamamilə çəkildi, getdi. Ondan sonra beyninə şua müalicəsi aldı. Mən qısa danışıram da, indi mən bunu 5-6 kurs elədik, onu elədik, bunu elədik deməyim. Yəni ondan sonra beyninə şua müalicəsi aldı. Bir 2 ilə yaxın tam yaxşı vəziyyətdə oldu. Ondan sonra qayıtdı xəstəlik. Yəni müalicəni aldı burada. Çünki orada xaricənə görünürdü ki, problemləri var, düzdür? Nə qədər müddətdə düzəldi? Yəni elə birinci kursdan sonra düzəldi əslində. Birinci kursdan sonra düzəldi, amma onu biz tamamladıq 6 kursda. Sonra da beyninə şua müalicəsi aldı və sağaldı. Beyindəki iş tamamilə çəkildi. Getdi Gürcüstana. Getdi Gürcüstana. 1-2 ildən sonra xəstəliyi qayıtdı. Biz ikinci səfər yenə də çox böyük risklərlə izah elədik, razılaşdı və biz onun yenə də müalicəsini yenə də onurğa beynindən vurduq. Çünki elədik, başqa yolumuz yoxdur. Çünki venadan olunan dərmanların çox bir faydası olmur. Ora gedib çatmır. Venadan, onurğa beynindən eləmək lazımdır. Yenə də tamamilə çəkildi, getdi. Üçüncü səfər gələndə artıq yəni beyin üçün olunan bütün bu dərman proqramı bitmişdir də. Yəni siz protokollarla gedirsiniz. 2 dəfəyə müalicəsi var. 2 dəfəsi protokolla oldu. Üçüncü səfər artıq yəni yoxdur üçüncü səfərin protokolu. İndi hal-hazırda üçüncü səfərdir. Üçüncü səfərin protokolu yoxdur və çalışma qrupu var da. Məsəl üçün deyək ki, çalışma qrupu nə deməkdir? Hələ ki çalışılır, bilinmir bu faydası olacaq, olmayacaq. Eksperimental. Yəni eksperiment demək çalışma qrupu deyil. Çalışma qrupunda dünyanın hər yerində xəstə yaxınlarına izah olunur ki, bax çalışma qrupundadır bu dərman. Bunu eləyək, eləməyək, onu xəstə yaxınının fikrini almadan olmaz. Çünki bu qəbul olunmayıb hələ ki, bu bilinmir faydası olacaq, olmayacaq. Amma başqa da alternativimiz yoxdur. Başqa heç bir seçənəyimiz yox idi. Nazilə xanım razılaşdı.
Həmən o çalışma qrupunu da elədik. Yenə də tamamən hal-hazırda da müalicəsi artıq bitirdik. O çalışma qrupu ilə bitirdik. Yenə də beyindəki işi tamamən çəkilib getdim. Gerisini Allah bilir. Maşallah, indi 4-cü dəfə, yəni Allah eləsin, olsa Allah əgər eləsin. Allah eləsin olmasın 4-cü səfər. bu eyni dərmandır hər dəfə verdiyiniz, Yox, yoxsa ayrı-ayrı. ayrı-ayrı dərmanlardır və ayrı-ayrı güclərdədir, hə? Əlbəttə ki, hamısı tamamilə fərqli dərmanlardır. Yəni eyni dərmanı, eyni antibiotiki nə qədər içib eyni faydanı görə bilərsiniz. Tutaq ki, bu gün infeksiya düşüb bizə, tutaq ki, biz bu gün Augmentin antibiotik içmişik. 2 aydan sonra bir dənə də Augmentin içmək düz deyil ki, bir də infeksiya düşərsə. Yəni eyni şeyi elədikcə ona bir rezistentlik yaradarsınız. Dərman fərqli olmalıdır. Tamamilə fərqli olmalıdır ki, hüceyrə onu tanımasın. Axı kanser belə bir şeydir. Tutaq ki, bu səfər elədik biz buna müalicəni, tutaq ki, kimyoterapiyasını aldı. Bu növbət dəm qaydında bu mutasiya olunmuş şəkildə qayıdır. Eyni adla gəlmir. Doktor, sizin pasientləriniz arasında tanınmışlar çox olub. Məsəl üçün Tünzalə. Hə, topuş bacı. Hə, topuş bacı olub. O sağala bilərdimi? O ginekoloji xərçəng idi. Hamı ona dedilər ki, bu mədə kiçiltməkdən sonra mı oldu? O mədə kiçiltmə əməliyyatı olmuşdu. Amma onun mədə kiçiltmə əməliyyatı ilə heç bir əlaqəsi yox idi. Yəni hamı dedi ki, mədə kiçiltməyə bağlıdır da bunun ginekoloji xərçəngi. O gələndə 3-cü mərhələ idi. Yəni 3-cü mərhələ idi. Əvvəlcədən bilirdi, yoxsa Bilirdi. gecikdirirdi, yoxsa gec bilib? Qanaması ola-ola gəlməmişdi, bəli. Yəni qan axması olmuşdu. İlk dəfəm yadıma düşür, o da bir 5-6 il olar gəlmişdi mən yanıma. Biz ona baxdıq, məsləhətlərimizi verdik, tövsiyələrimizi verdik. Düzü bizə biraz çox qulaq asmadı, amma çox mədəni, alicənab bir xanım idi. Xanım idi, yəni o qədər belə üzü yola bir xanım idi ki, Allah ona rəhmət eləsin. Yəni 5-6 illə yaxında yaşadı. Müalicəsiz. Müalicə ilə. Müalicə ilə. O çox disiplinli bir xanım idi. Kim nə deyirdi, yəni müalicələri vaxtı-vaxtında gəlirdi. Bizə xəstələr iki cürdür. Ya çox disiplinli olur, ya disiplinsiz olur. Disiplinsiz elə əvvəlcədəndən qəbul eləmir müalicəni. Məsəl üçün Çimnaz Aslanova sizin pasientinizdir. Məsəl üçün onu mən disiplinsiz deyərdim də. Çünki o saçının qurbanı oldu. 2 kurs müalicə elədi, imtina elədi, saçı töküldü, qaşı töküldü, imtina elədi, getdi. O müalicə alsaydı bəlkə də indiyə kimi yaşayardı. Yəni məsəl üçün indi mən bunu bilməzdim də bu sualı verəsiniz. Amma məsəl üçün bu sualı verdiniz, o xəstələr öncədəndən ya qəbullanırlarsa axıra kimi qəbullanırlar. Təbii ki, birinci növbədə can sağlığıdır. İnsan sağlamlığını fikirləşməlidir. Və əvvəlki də vaxt da deyil, 10-15 il bundan qabaqki vaxt da deyil. İnsanlar bilirlər ki, hər şeyin artıq çox yaxşı müalicəsi var, çox yaxşı nəticələr var. Çünki hamının tanıdığı, bildiyi biri var. Baxır ki, yəni onkologiya o qədər də ağır bir cümlə deyil. O əvvəllər idi, biz çox qorxurduq da, bir 10 il bundan qabaq adı gələndə hamı deyirdi. İndi baxırsınız ki, əməliyyat olunur, müalicəsini alır, xəstə sağalır. %70-80 tam sağalıb gedirlər. Heç onları biz görmürük. Əslində də bax bu çox önəmli bir məsələdir. Qadınların saçları, gözəllikləri onlar üçün çox önəmlidir. Amma saçın yerində nə qədər müğənnilərimiz var ki, saçı zədəlidir, boyadan, rəng açmadan onlar pariklə çıxırlar səhnəyə. Və yaxud da ki, azdır saçları, seyrəkdir də deyək ki, onlar gür pariklərlə gözəl-gözəl, möhtəşəm çıxışlar eləyirlər. Amma saçım töküləcək deyə müalicə almayandan sonra, yəni bir müddətdən sonra o axırda yolun sonuna gəlib çıxırsan da, parik var, qaşa tatuaj var. %99 buna riayət eləyir. Eləyirlər. %99. İndi siz dediniz birdən ağlıma yəni, gəldi. Sağlamlıqdan önəmli bir şey yoxdur. Məsələn, Çimnaz xanım xaric heç mənim yadıma düşmür. Süd vəzi xərçəngində bir də bu var axı, proqnozu çox yaxşıdır. Hər şey çox gözəldir. Amma aparılan müalicədən saç tökülür də. Yəni bütün müalicələrdə, bütün xərçənglərdə tökülmür. Yox, mədə bağırsaqda tökülmür. Tökülmür. Yox. Ağciyərdə qismən tökülür, bir qismi tökülmür. Məsəl üçün dərmandan asılı olaraq. Amma süd vəzində alternativ yoxdur. Zülfiyə xanım. Zülfiyə xanımda saç tökülür. O mədə bağırsaqdır amma. O mədənin, o da mədənin qan xəstəliyi idi də. Yəni ona biz hamı deyir mədə xərçəngi, o mədənin limfoması idi. Limfa mənşəli xərçəngi idi mədənin. Əvvəl orada da saç tökülür. Onun da saçı tökülmüşdü də o vaxt, yəqin ki, yadınıza düşür. Onun da müalicəsi çox ağırlı olub bizim üçün. Məsəl üçün, yadımda qalan 3-5 xəstə varsa, biri də odur.
Çox ağırlı olub. Möcüzə nəticəsində elə bir qayıtdı. Əlbəttə ki, o infeksiyadan onu Allah qurtardı. Yəni xəstəlikdən heç bir problem olası deyildi ona. Ona onkologiya yox, onu infeksiyadan çox böyük əziyyət çəkdi. Düşünün, 3 dəfə infeksiya düşdü kimyoterapiyadan sonra. Birinci kursdan da sonra düşdü infeksiya. Biz onu qurtara bildik. Yəni yaxşı mənada infeksiyadan qurtardıq. Çünki o axı kimyoterapiyadan sonra sümükliyi də baskılanır. İmmun sistemindən də cavabdeh olan leykositlə neytrofil var da, hansı ki əlinizə bir dənə çubuq batsın bura. Müəyyən bir müddətdən sonra görürsünüz ki, ağ irin olur. Hə. Ağ irin olur və siz onu belə əlinizlə sıxırsınız, həm çubuq çıxır, həm o irin çıxır. O irin bilirsiniz nədir? O irin leykositlərdir. Yad cisim girib bədənə, leykositlər onu bədəndən çıxartmağa çalışırlar. Gəlirlər, çatırlar bura. Çubuğun ətrafında toplanırlar, onu çıxartmağa çalışırlar, çıxarda bilmirlər. Onu da etkisiz hala gətirirlər, özləri də ölürlər. Öləndə ağarırlar. Çirk kimi olur da, bildiniz nədir? Biz sadə bir toxunuşla onu oradan çıxardırıq. Baxırıq ki, məsələn, həm leykositlər öldü, ölmüş leykositdir, o ağ irin gördüyümüz var ya, o. İndi burada da sümük, o leykositlər harada yaranır? Sümükliyində. İmmun sistemindən də cavabdeh şəxs deyək. İndi şəxs demək düzgün deyil, yəni immun sistemindən cavabdeh bunlardır. Bunlar oradan çıxır, başlayır orqanizmə girən yad cisimləri orqanizmdən çıxartmağa. İndi bu kimyoterapiya alanda sümüklik basıldı, baskılandı. Onlar başladı, immun sistem qaldı cavabsız, belə deyək də, yiyəsiz. Və bu arada da insan bağırsağından tutmuş hər yeri infeksiyadır da. Yəni insan kontaktı belə infeksiyadır. O infeksiya birinci səviyyə düşəndə biz nə edirik? Təcili antibiotik başlayırıq ki, o sterilliyi qoruyaq bədəndə. Görək sümükliyi də yavaş-yavaş o arada toparlanmalıdır. Məsəl üçün 10 gün biz niyə antibiotik eləyirik belə bir şey olanda? Zülfiyə xanıma ilk kursdan sonra 10 gün antibiotik elədik ki, 10 gün bədəni infeksiyalardan qoruyaq. Və ümid edirik ki, 10 günə də sümükliyi öz-özünü bərpa eləyəcək və o leykositlər, neytrofillər düzələcək. Birincidə toparlandı. İkincidə ondan da ağır getdi. Birincidə 10 günə sümükliyi toparlanmışdısa, ikincidə 15-20 günə toparlandı. Amma o arada da biz onu antibiotiksiz qoya bilməliyik, çünki bədən sahibsiz buraxmaq olmaz. Üçüncüdə ümumiyyətlə sümükliyi bir ay yarıma toparlandı. Təsəvvür edin, ay yarımının bədənində leykositlər 0 oldu qanında. Qoruyucular. Qoruyucular 0 oldu. Axı antibiotik də kəftidən artıq eləmək olmur. Yəni və buna da infeksiya düşmüşdü. Orqanizmdə immun sistemi yoxdur ki, ondan leykosit yoxdur, axı onunla mübarizə aparan. Qalıb immun sistemsiz. Yəni Allah qorudu onu. Yəni o bugünkü gündə yaşama səbəbkarı biz yox, Allah. Onun o ailə üzvləri, bilmirəm o vaxtdır kim gəlmişdi. Mən bilən deyəsən İlqar müəllim gəlmişdi. Gəldi ailə üzvləri danışdıq. Deyirlər ki, yəni başa saldıq ki, bu infeksiyadan qurtula bilmir. İnfeksiyadan qurtula bilmir. Onlar da qəbul elədilər də hər şeyi. Son anda palatada yəni adətən belə bir ağır xəstə olanda indi cavan da xanım idi də, indi tutaq ki, onlar 50 yaşı, o vaxtda bir 8-9 il olar da, yəqin ki 42 yaş var idi. Biz onun palatada bir duyğusal şey gördüm onda, yəni baxışlarına gördük. Dedik, bəlkə Allah böyükdür də, bəlkə yenə də bir 2-3 günə də qalarsa, bəlkə düzələr. Yəni həqiqətən də 2-3 gündə dedik ki, bir şans verək, görək nə olur. Hansı ki, mən əslində həmin günü buraxmalıydı. Həmin günü özləri istəyinlə apardılar. Daha doğrusu mənim yox, özlərinki də heç bir şeyin faydası olmur. Yəni biz də baxdıq ki, dedik, bəlkə sümükliyi 2-3 gün öz-özünü bərpa eləyər. Hansı ki, bir ayda bərpa eləmirdi. Sümükliyi bir ayda özünü bərpa eləmir. Bu o deməkdir ki, çox çətindir vəziyyət. Həqiqətən də yəni bərpa eləyə bilməyəcək. İndi deyirəm, onkologiyadan əziyyət çəkmir. Onkologiyası gördüyünüz kimi çox əla vəziyyətdir. Amma o 2-3 günə həqiqətən də möcüzə oldu, Allahın möcüzəsi oldu. Deyim ki, mən onu bizə bağlıdır, mənə bağlıdır, yox. Yəni bir aya bərpa olmayan sümükliyi necə oldu 2-3 günə bərpa olundu? Yəni özümə verəcəyim qaranlıq suallardan biridir. Necə bərpa olundu? Demək ki, olanda da olurmuş. Bizim onkologiya sürprizlərlə doludur. Yəni hər gün bir şey görürsən. Yəni bunları gördükcə də bu möcüzələri, yəni Allahın varlığına şübhən qalmır. Yəni axıra qədər umudunu gərək itirməyəsən də, düzdürmü? Yəni mən onu ümid demərəm, Allahın möcüzəsi deyərəm.
Yəni məsələn Yəni tutaq o ki, ümid möcüzə 3 gün nə də baş verə bilər. Ona görə 3 gün ərzində yəni o 3 günün möcüzəsi tibbi əsaslandırması yoxdur. Yəni bir aya sümük iliyi sıfırlarda qalıbsa, 3 günə o birdən-birə 0,4 ola bilməz. Maksimum 3 günə 0 olar 0,5. Bildiniz nəyi nəzərdə tuturam? Tutaq ki, leykosit qanda 0-dır. Neytrofil qanda 0-dır. Yəni dünya praktikasında belə bir şey yoxdur. 0 olan şey 3 günə 4 olsun. Bir aya 0 qalsın. Hansı ki biz onu stimülə edici dərmanlar da vururuq ki, sümük iliyini stimülə eləyək, görək bəlkə leykositlər qalxa. Hansı ki onların fonunda da qalmır. Və o sümük iliyini stimülə edən dərmanları da kəsirik. Kəsirik ki, bu sümük iliyi bunun bərpa olunmur. Və 2-3 gün içində sümük iliyi bərpa olunur. Onu vura-vura olmur, vurmuruq olur. Yəni bunu nəyə bağlayayım mən? Bunun hansı əsaslandırması, tibbi əsaslandırması yoxdur. Elə şey var ki, onu biz tibbi əsaslandırmasını tapa bilmirik. Yəni bəlkə də mən kardiocərrah olsaydım tapardım. Nə bilim, bir cərrah olsaydım tapardım. Onkologiyada dedim axı sürprizlərlə doludur. Çox şey var ki, onun mən əsaslandırmasını özüm tapa bilmirəm. Onu Allaha bağlayıram. Hansı ki biri də buydu. Tutaq ki, belə deyək də 2-3 günə necə bərpa olunur? İndi gedib kimə versək bu sualı, gedin bunu bir Harvardda bir professora verin, vallahi bilməyəcək. Deyəcək elə şey ola bilər. Zülfiyə xanımın məsəl üçün sağalmağında bilirəm ki, İlqar Mikayıloğlu da ona çox yoldaşı, ona çox dəstək olurdu, dostları dəstək olurdu. Bax bu insanın ruhunu sağlam saxlaması ki, çox çətindir də, yəni necə insana elə şeylərə inanmıram. O kömək eləmir. İnanmıram elə şeylərə. Yəni mən %99 belə bir şey yoxdur. Məsəl üçün ruhum sağlam olmalıdır, iradəm olmalıdır. Hə, yəni bax o. Yox, belə şeylər çox inandırıcı gəlmir. Mən ara kimi deyirəm ki, elə şeylərə inanın. Yəni o nə deməkdir? İradəm. 4-cü mərhələ olar, yayılmış bir xərçəng olar. Məsəl üçün, ha iradəmin güclü olsun. Onun nə əhəmiyyəti var ki? Yəni ruhdan düşmək də, yəni ruhdan düşmək dediniz, yəni yaxşı, onda bir söz deyim də, bu qədər pozitiv idilər də o ailə, hə? Niyə bunun sümük iliyi sıfırlanmışdı? Sual meydana çıxdı. Yaxşı, bunlar pozitiv idilər. Sual verin, nə qədər məndə xəstə var? Sümük iliyi aylarla düzəlmir. Bəlkə də ildə 1-2 nəfər. Ən pozitivi bu idi, ruhdan düşməyəni bu idi. Niyə bunun sümük iliyi sıfırlandı, düzəlmədi? Ruh bilmirəm, ruh deyir, nə dediniz? Ruh düşkünlüyü. Ruh düşkünlüyü, iradə varsa niyə sümük iliyi belə oldu? Demək, hər şey bədənin resurslarına bağlıdır. Əlbəttə ki, bədənin resursları. Sizin tutaq ki, ruh düşkünlüyünüz olar, amma immun sisteminiz güclü olar. Mən keçən səfər də sizə dediyimdə, insan illərlə özünə necə baxırsa, bu 20-30 ildən sonra onun qarşılığını görür. Amma baxın, siz serotonindən həmişə danışırsınız. Deyirsiniz ki, serotonini yüksək olan, o xoşbəxtlik hormonu yüksək olan insanlarda çox vaxtı belə xərçəng olmur da. Amma immuniteti zəif olsa, serotonini yüksək olsa, demək serotoninlə immunitet serotonin yüksək olanda elə immunitet güclü olur da. Yəni serotonin güclü olmalıdır ki, immun sistem də güclü olsun. Amma təbii ki, o deyən gülən adamlar həm də yaxşı yeyir, içir. Yaxşı yeməklər də yeyir. Məsəl üçün də nasirenası yaxşı olmaq üçün insan yeyəndə çox adam nasirenası yaxşı olur. Fikir verin, məsəl üçün, baxırsınız ki, insan var, ömür boyu idmanla məşğul olur, o qədər görmüşəm elə. Amma yemək yaxşı deyil, içmək yaxşı deyil, bütün gün özünə fikir verir, bütün günü yəni detoks şeylər eləyir, amma onkologiyada birinci onlar tutur. Xoşbəxt deyil də. Nədən məsəl üçün? Xoşbəxt deyil, axı yemir, içmir, şənlənmir. Yəni bunlar hamısı nisbidir də. Mənim dediklərim %100 olacaq deyə bir şey yoxdur. Mənim dediklərim nisbidir. Onkologiyada %100 siqaret çəkəsən, xərçəng olassan, içki içəsən, xərçəng olassan. Məsəl üçün, heç bir adam sual vermir ki, artıq çəkinin onkologiya üçün nə boyda böyük bir riskdir. Artıq çəki, əlbəttə ki, yəni artıq çəki qədər insana zərər verən ikinci bir şey yoxdur. Məsəl üçün, deyək ki, bu arıqlama iynələri var. İndi göbəkdən vururlar da, məşhur iynələr çıxardıblar, 2-3 ildir var. Baxıram ki, məsəl üçün, diyetoloqların hamısı deyir ki, onu vursaz onkologiya olasınız. Mən onlara deyirəm ki, mən hətta onkoloji xəstənin kök olduğunu görəndə belə onlara vururam. Onların onkologiya heç bir əlaqəsi yoxdur. Diyetoloqların dediyi o, nə bileyim, yarım xiyarla, yarım avokado ilə daha böyük risk daşıyırıq arıqlayaraq.
Bunların vurmaqla heç bir riski yoxdur. İndi deyəcəklər ki, o dərmanla görə bunun nə əlaqəsi var? Mənim dərmanların burada qeydiyyatı da yoxdur. Amma mən o dərmanları kim soruşur məndən? Həm normal adama, həm onkoloji xəstəyə də onu mən deyirəm vursun. Arıqlamaq üçün qorxmasınlar. Onlar möcüzədir. Onlar semaglutiddir. İndi mən molekulunu deyirəm, amma ticari adlarını demirəm də, tərkibi semaglutiddir. Bunlar bədəndə olan insulin direncini qırır və çox yaxşı insanı arıqladır. Doktor, heç bir onkoloji ilə də əlaqəsi yoxdur. Bir də yoxdur. görsən deyirlər ki, filan kəs ondan istifadə elədi, komaya düşdü. Onlar düzgün istifadə eləmir də. Mən bildim siz kimi nəzərdə tutursunuz. Bizim bir doktorların birini nəzərdə tutursunuz da yəqin ki. Yoxsa Elə bir şey eşitmişdim. Yəni birbaşa ən yüksək doza ilə başlamışdılar. Yəni normalda bunlar belədir də 0.25 ilə başlayırsınız, 0.5, 0.75, tutaq ki də belə 4 həftə artırırsınız. Amma bir də var ki, bir adam istəyir ki, sürətlə arıqlasın. Birdən-birə ən yüksək doza ilə 15 ilə tutaq ki başlayır. Baxın, məadaltı vəzi zərər görür. Yəni hər şey belədir. Birdən-birə yüksək doza ilə nə eləyərsə, onun fəsadını görərsiniz. Qəbul olunmuş qayda var da, o mənim sahəm deyil, o endokrinoloji sahədir. Amma onun onkoloji ilə heç bir əlaqəsi yoxdur. Rahat-rahat kim istəyir arıqlama iynəsi vursun. Yenə deyirəm, onkoloji xəstə var, müalicə olunub, əməliyyat olunub, müalicələrini alıb 2-3 il sonra sürətlə kökəlir. Məsəl üçün, mən ona həmən deyirəm ki, onu başlayın o iynəni vurmağa, arıqlayın. Çünki dünyanın ən böyük bəlası artıq çəkidir. Niyə artıq çəki xərçəngdə yaradır? Artıq çəki bütün metabolizmanı pozur da. Artıq çəkisi olan adam, siz düşünün ki, məadaltı vəzi artıq işlədir. Yaxı, hər bir orqanın işləmə normativi var. Məsəl üçün, ürək damarları normadan artıq işləyir. Ürəyə qocaldır, qaraciyəri yağlandırır, böyrəklər artıq yüklə işləyir. Tutaq ki, siz əlinizdə 5 kilo yükü rahat aparırsınız, yoxsa 100 kilo yükü, 100 deməyim, 30 kilonu. Sizin orqanizminiz boyunuza uyğun, çəkinizə uyğun qurulub. Tutaq ki, sizin boyunuz, mənim boyum tutaq ki, deyək ki, 1.70-dir. 1.70-ə uyğun mənim çəkim olmalıdır və yüküm də ona görə olmalıdır. Amma birdən mənim çəkim 150-dirsə, mənim yenə də bu ayaqlarım, bütün bu sümüklərim onu dartıb aparır. Niyə məsəl üçün mənim sümüklərim 1.70-ə uyğun çəkiyə yox, onun 2 qat çəkisini dartıb aparmalıdır. Artıq işlənən şey tez xarab olur da. Lori də izah edirəm ki, başa düşəsiniz. Onu da nə qədər çox artıq işləndiniz, yüklənir, onkoloji riskini artırır. Məsəl üçün, mən artıq çəkini onkoloji ilə daha çox bağlayıram. Nəinki, məsəl üçün, deyərsiniz, alkoqollu içkini. Siqareti demirəm, alkoqollu içkini. Alkoqolun ümumiyyətlə nəsə əlaqəsi var xərçənglə? Yəni, kitabı bilgilərə görə var, amma tək başına bir şey yaramaz. O demək deyil, indi hamı hər gün içsin anlamına gəlmir. Amma yəni, məsəl üçün, həftədə 1 dəfə, 2 dəfə, 3 dəfə içməklə, normativdə içməklə bir şey olmaz. Biz görürük ki, evə işi olmayan insanlar ki, küçələrdə yatırlar, yollarda yatırlar. Adətən onlar çox da içirlər də. Biz onların bir neçəsini çəkmişik. Vallahi hamısı turp kimidir. Turp kimi. İndi mən də o nənəm bu qədər yedi, babam bu qədər çəkdi, sağ qaldı kimi deyirəm. Amma o insanlarda bir dənə xəstəlik yoxdur. Biri pandemiyada bir xəstəlik tutmadı, biri xərçəngdən nəsə əziyyət çəkmir, şəkərdən əziyyət çəkmir. Turp kimi də gəzirlər. Nəyə bağlayıq bunu? Beyinləri çox sakitdir. Serotonin. Həm də serotonin də, dedim axı, mənim dediklərimin hamısı nisbidir. Serotonin %100 yüksəkdə onkoloji olmayacaq deyə bir şey yoxdur. Amma nisbidir. Mən gördüyümü deyirəm də, yəni gördüyümü. Amma həm də bunların beyinləri çox sakitdir. Deyək ki, məsəl üçün, biz iş qrafikimiz var, o iş qrafikindən çıxırıq, əslində getməliyik, yeməliyik, içməliyik, yatmalıyıq, durub tutaq ki, gəzməliyik də iş qrafiki olan adamlar. Bir də baxırsınız ki, işdən də sonra beyin kompüterlə oynayır, tutaq ki, hansısa bir, yəni, nəsə bir şey tapır, beyni əlavədən yükləmək üçün nəsə bir şey tapırıq. İnsanlara aiddir də bu. Tutaq ki, onlar, o dediyiniz adamların heç biri də bir dərdi-səri yoxdur. Məsəl üçün, onun beyni o qədər sakitdir ki, məsəl üçün, kimin yuxusu çox əladır, onun o demək ki, immün sistemi bir əzzət çox yaxşıdır. Məsəl üçün, mən uşaq vaxtı eşidirdim ki, deyirlər ki, kiminsə dünyada ən şirin şey yuxudur, deyirdim, onu niyə elə deyirlər. İndi deyirəm ki, dünyada ən şirin şey dərin yuxudur. Kimin dərin yuxusu var, məsəl üçün, onların immün sistemi o qədər güclüdür ki, həmən dediyiniz adamların çox qəşəng dərin yuxuları var. Ona görə onlar onkolojiya tutmurlar. Ona görə o el arasında deyir, dərdi yox, səri yox, bəxtəvər adamdır, niyə xəstələnsin? Yəni, heç bir dərdi, heç bir şey yoxdur. Yəni, bir dərdi var, səri var, bir problemi var.
Heç nə yoxdur. Yeyir, içir, özü üçün gəzir. Yəni də nə telefon soruşsanız, telefondan mesaj, internetdən soruşsanız başı çıxmır. Nə qədər ki, bir internet dünyası var, əsri var, insanlar bütün günü ordadırlar. Mən məsəl üçün təzəlikcə Instagram varımdır, məsəl üçün də düzdür, mənim cəm bir dənə izləyicim var. Yəni cəm bir adamdır. Kimdir o? O bir yemək proqramı ilə bağlıdır. Yəni də, amma məsəl üçün baxıram ki, mən də xəstə oldum. Bütün günü məsəl üçün oradan çıxa bilmirəm. Fikirləşirəm də onu bağlayayım mən. İstəmirəm. Yəni bunlar insanın yuxusunu pozur, insanın həyat keyfiyyətini salır. Həyat keyfiyyəti düşdüsə, onkologiyanın doğru gedən bir yola giririk. İnsan həyat keyfiyyətini düşürtməməlidir, yuxusu normal olmalıdır. Məsəl üçün də mən deyirəm, kim mədə bağırsaq istəmirsə xərçəngi olsun, gündə bir stəkan yaşıl çay içsin. Deyirsiniz ki, yaşıl çay nə faydası var? Ən azı 20-30% risk azaldır. Məsəl üçün deyək ki, gün ərzində tərəvəzləri bol yesin, məsəl üçün. Meyvə tərəvəz nə qədər mövsümünə uyğun yeyərsinizsə, mövsümü, məsəl üçün deyək ki, siz pomidoru il boyu yeyərsinizsə, turşuluğu çoxdur, mədəni incidə. İndi il boyu hər şey var, hər şey. Yox, hər şeyi mövsümündə yeyərsinizsə, məsəl üçün, mədə bağırsaq, tərəvəz qışda olur. Hansı tərəvəz, məsəl üçün, qışda yeyir? Tərəvəzlər yaylı qışda olur ki. Yəni, göy-göyərti yaylı qışda olur. Olur ya, amma mövsümü deyil axı. Yəni yayda olmalıdır. Pomidor, xiyar, kələm, pomidor, xiyar məsəl üçün də orqanizm onun üçün qurulub da. Orqanizm, mən bilmirəm bu necə olub ki, belə olub. Məsəl üçün, mən 3 ay pomidorun sezonunda yeyərəmsə, mədəm narahat olmur. Amma qışda yeyəndə reflüks olur. Yəni, bu orqanizmi elə qurulub ki, bilmirəm kim qurubsa bunu da indi. Amma elə qurulub ki, bu mövsümündə uyğun olan şeyləri yeyirsiniz, baxırsınız ki, çox rahat olur insan. Və o da hamısı onkoloji risk faktorlarını azaldır. Eyni zamanda baxın, biz məsəl üçün 30-40 il bundan əvvəl qışda alma tapmırdıq. Qışda deyək ki, nə bilim, armud yox idi, üzüm yox idi. İndi bunların hamısını qışda da görürük. Amma deyirik ki, daha çox vitamin alırıq da. Axı siz normalda vitaminin çoxluğu da insana ziyandır. Ona görə deyirsə, hər şey mövsümünə uyğun yeyəndə orqanizm elə qurulub. Onu tolerə eləyə bilir. Çox yaxşı tolerasiya eləyir. Pomidorun tərkibi doludur antioksidantlarına. Məsəl üçün, deyək ki, vitaminlər, deyək ki, deyirsiniz almada, armudda vitamin var. Onlar mövsümündə yeyəndə o vitaminlər sizi il boyu dartıb aparacaq. Heç bir problem olmayacaq. İl boyu alma yeyərsinizsə, hipervitaminoz tərkibində şəkəri var. Azdan çoxdan yəni sizi biraz da kökəldər, artıq çəki eləyər. Artıq çəkidə bütün xəstəliklərin başında, yəni birinci növbədə o gəlir. Məadaltı vəzi xərçəngi, məsəl üçün, mən 20 il bundan qabaq görərdim ayda bir xəstə, indi görürəm ayda 10-15 xəstə. Görün nə qədər artıb. Hamısını mən artıq çəkiyə bağlayıram. Doktor, yeməkləri qarışdıra bilərikmi? Məsəl üçün, bizdə elimizin toy kimi bir adəti var və orada gedirik, hər şey yeyirik də, balığı, nə bilim, elə heç olmasa restorana gedəndə nəyisə seçirik, amma toyda gedəndə masanın üstündə hər şey var. Meyvədən tutmuş, dondurmadan, balığı, kababı, nə bilim, bozartması, nəyi, hər şey var. Və biz bunlardan hər birindən nəsə dadırıq. Normaldır bu, yoxsa mədə xərçəngində, məsəl üçün, turşular tək başına deməyim, məsəl üçün, yemək qarışdırma faktoru da çox önəmlidir. Yeməkləri qatıb qarışdırırıq. Məsəl üçün, niyə bu qədər artıb mədə xərçəngi? İndi dedim də, nisbidir hamısı. Mən qatıb qarışdırmağı da ona aid edirəm, mədə xərçənginin yaranmasında. Düşünün ki, balıq üçün mədədə pH deyə bir şey var da, turşuluq mühüdüdə. Turşuluq 4 olsa yetərlidir. Normalda mədənin turşuluğu 6-7-dir deyək ki. Görün, balıq nə qədər rahat soğurulur ki, 4 belə kifayət eləyir onu soğurmağa. Tutaq ki, siz balıq yeyirsiniz, hamı elə bilir ki, balıq çox faydalı şeydir. Balığın sadəcə faydası odur ki, rahat soğurulur. Bir də fosfor var da, gözə... Omegası var. Məsəl üçün, omega aptekdə var da, gedin alın içində. Bunu şətki balıq yiyəsiniz. Yəni, gözü insanı yaxşı görürsə, niyə məsəl üçün omega içməlidir ki? O qədər adam var, gözü o qədər də qəşəng görür, məsəl üçün. Şərtli on balıq yemək. Biz elə bilirik ki, balığın içində... Təbii axı o. Təbii deyil, rahat soğurulur mədədən. Yəni, adətən deyirlər ki, dərman içməkdənsə qidadan al da bunu. Axı, siz bir dənə omega üçün gərək 2 dənə balıq yiyəsiniz. Elə bunu aptekdən birinin için bitsin də bu iş. Omega balıq yağıdır da, təbiidir də. Axı, biri var, dərmanlar 2 qrupa bölünüb də, kimyəvi tərkibli var, bir də biolojik də. Yəni, bu, axı, omega
balıq yağı sayılır. Bu dərman qrupu getmir. Bunlar dərmanlar, kimyəvi dərmanlar qrupu getmir. Hə, biodur da, yəni bio. Yəni siz bunun nə fərqi var ki? Balığı ona görə yeyirik ki, tox tutsun bizi, həm də mədəmiz rahat olsun da. Tutaq ki, mən balıq sevmirəm, amma balıq rahat mədədən soğurulsun. Siz onu yeyirsiniz, dalınca da məsəl üçün mədə olur, pH-ı 4, bunu əridir. Dalınca birdən ət yeyirik. Deyirik ki, məsəl üçün də kafedə oturanda bir dənə də ət də verir bizə. Ət üçün olmalıdır 8, 7-8-ə qalxır. Və mədə dili olsa danışar ki, məsəl üçün balığı göndərmişdin, dalınca bu əti niyə göndərdin? Mən qalxdım, oldum pH 8-ə. Dalınca bir deyirsiniz, bir toyuq gəlir. Toyuq üçün də 5 kifayət eləyir, deyək ki. Mədə bilə bilmir, yəni hansı pH-ı tutuzdursun ki, bunları əritsin. Yəni, bir orqanda yüklədirsə, dediyimi bəyəklərim, əziyyət verdirsə, enində sonunda onu bir onkologiyaya aparır. Tutaq ki, mən demirəm ki, tutaq ki, yemək yeyirsiniz, ət yeyirsiniz, ətdən sonra çay içərsiniz, bunun pH-ilə çox bir əlaqəsi olmaz. Mürəbbə ilə çay içərsiniz, əlaqəsi olmaz. Amma qidalar var, tutaq ki, fikir verin, məsəl üçün, dünya standartında belədir də, tərəvəz, salat, yemək. Yəni, belə olmalıdır. Yoxsa da ət də, balıq da, toyuq da, düşünün ki, 30 il mədə belə işləyir. Burada bir problem çıxacaq da enində sonunda. Bu nə qədər bunu danışa da bilmir. Desin ki, necə qida borusuna qaynar su düşəndə dili yoxdur, danışa bilmir. Ağciyərə tüstü girir içinə, insanın içinə tüstü girir, danışa bilmir. Danışa bilsə deyər ki, bax, tüstünü neyinirsiniz, məsəl üçün, mənə niyə gəlir bu tüstü? Məsəl üçün, dili olsa çox böyük narahatçılıqlar eləyərlər ki, bunlar nədir, məsəl üçün, dayanmadan. İçkini başa düşdükdə insan içir, zövq alır, deyək ki. Yəni, bir tüstü. Düşünün, manqalda bir dənə gözünüzə tüstü dəyir, gözümüz yaşarır. Çünki niyə reaksiya verir gözümüz? Ağciyər necə reaksiya versin? Düşünün, məsəl üçün, görmüsünüz də yəqin ki, samavar dəmləyəndə, nə bilim də, yəni gözünüzə tüstü deyəndə gözünüz görsün necə yanır. İndi düşünün ki, ondan hər gün 20 dənəsi girir bizim içimizə də. 20 adam var ki, günə bir paska siqaret çəkir. O 20 dənə tüstü girir ağciyərə. Ağciyər reaksiya verir, amma siz onu hiss eləmirsiniz. O gözümüz çöldədir, hiss eləyir. Və bu enində sonunda bu hardansa bir yerdən bunun səsi çıxmalıdır da. Yəni deməlidir ki, yəni mən imtina eləyirəm və yaxud da orada bir nəsə yaranmalıdır. Yeməyi də eyni ilə qatdınız, qarışdırdınız, onu elədiniz. Axırı bir gün mədə insan da yaşlaşdıqsa o mədənin də gücü çatmır. Cavan yaşlarda onu hiss elətdirməyə bilir. Yaşlaşdıqsa mədə artıq dözmür və başlayır hardansa bir yerindən bir yara çıxmağa, xora çıxmağa, başlayır hansısa bir yeri xərçəngə doğru getməyə. Ona görə də qatıb qarışdırmaq çox pis bir şeydir. Azərbaycandan kimsə, məsəl üçün o eksperimental qruplara yoxlamada olunan, eksperimentə gedən dərmanların müalicəsində iştirak edən xəstələrimiz olubmu? Yox, çox yox. Yox. Onun üçün xaricə getməlidir də, düzdürmü? Xaricdə müalicə almalı. Xaricdə də deyil, məsəl üçün. Xaricdə də ən çox bu işlə məşğul olan Amerikadadır da. Məsəl üçün, demək ki, Avropada olub, bir xəstə olub, Cəmilə xanımdır. Cəmilə xanım o xəstə məsəl üçün özü də xarici vətəndaşı idi. Yəni özəl şirkətlərin birində, xarici kompaniyaların birində işləyirdi. O getdi xaricidə məsəl əməliyyat oldu, yumurtalıq kanseri idi. Əməliyyat oldu və əməliyyatdan sonra ximioterapiyasını bizdə aldı. O yumurtalıq xərçəngin proqnozu çox yaxşıdır. Amma bəzən 3-5% aldı, çox işlər çətin gedir. Orada belə gedir, erkən qayıtmaq. Yəni 3-5% erkən qayıtmaya düşür. Yəni erkən qayıtma nə deməkdir? 6 aydan əvvəl qayıdırsa xəstəlik erkən qayıtma deməkdir. İndi şanssızlıqdan gəldi, düşdü erkən qayıtmaya. 6 ay içində xəstəliyi qayıtdı. Biz onu 2-ci liniya elədik, sonra 3-cü liniya elədik. Bu hər dəfəmdə ölkə xaricinə gedib gəlirdi. Ən son bitdi də, yəni bütün bu müalicələri bitdi. Bu dəfələrlə bunun xəstəliyi qayıtdı. Bu da həm xaricdə yaşayırdı, həm burada yaşayırdı. Ona görə də tez-tez orada konsultasiyaya gedirdi, gəlirdi. Ən son Amerikada gəzəndə bunun qarın boşluğuna yayılmışdı, bağırsaq keçməməzliyi oldu. Bunun da sığortası Amerikada qarşılanmır. Yəni bu Avropa vətəndaşı idi, Avropa üçün qarşılanırdı, amma Amerika üçün qarşılanmırdı. Və bu Amerikada bağırsaq keçməməzliyi olduğu üçün təcilidir. Artıq orada heç bir şeyin anlamı yoxdur. Təcili əməliyyata girməsiz. Açdılar ki, qarın boşluğundakı həmən o şişlər bağırsağı kənardan basıb keçməməzlik yaradıb. Sonra bu qaldı orada, əməliyyat elədilər, qaldı orada və ona dedilər ki,
Əgər istəyirsənsə, biz səni eksperimental qrupa salaq. Eksperimental qrupa salaq. Həmən bu kateqoriyaya 3-ə salaq. Müalicənizi eləyək. Bu da razılaşdı və heç bir faydası da olmadı. Heç bir faydası olmadı. Orada dünyasını dəyişdi. Evet, orada dəyişdi dünyasını. Heç bir faydası olmadı. Bir 3 ay, 6 ayda o müalicəni elədilər. Bu axırıncı mərhələ ki olur, 4-cü mərhələ. Evet. Xüsusən də yaşlılar üçün o deyirlər ki, çox böyük risk deyəndə, yəni artıq dünyasını dəyişəcək də bu konkret olaraq və tez bir müddətdə. Bu elədir. Məsəl üçün Xoşqədəm xanımın atası da, anası da, yəni 88 yaşında, 87 yaşında biri rəhmətə getdi, 86 yaşında biri. Mən onları tanıyanda 80 yaşları var idi. Bəlkə də 100 kursa yaxın müalicə aldılar. Onların da bütün genetik testləri mənfi çıxmışdı deyə. Ona görə də onların kimyoterapiyadan başqa alternativ müalicəsi yox idi. Məsəl üçün, gördüyünüz kimi, bilmirəm də, indi hamı yəqin ki, bildi, gördü. Yəni, hər ikisi 4-cü mərhələ idi. Amma o qədər də kimyoterapiya ala-ala, yəni 7-8 ildə yaşadılar, yəni heç bir problemsiz. Yəni, Xoşqədəm xanımın atasının ölüm səbəbi də onkologiyadan olmadı. Onun öd yollarında tıxanıqlıq oldu, öd yollarında. Daş mı düşdü, nə düşdü, sarlığı artdı. Təbii ki, yəni insan yaşlaşdıqca tək bundan deyil ki, 50 dənə problemlərlə qarşılaşır. O öd yollarındakı o tıxanıqlığa görə sarlığı artdı, oradan bir dənə girişim elədilər, yəni cərrahlar. Girdilər, öd yolundakı o tıxanıqlığı açdılar, amma oradan bir infeksiya düşdü. O infeksiyadan toparlana bilmədi. Bayaq gəlmişdik bu mövzulara. Yaşlılıq və dəri xərçəngi var ya, dediyi məsəl üçün oradan infeksiya düşür, toparlana bilmir. O məsəl üçün həmən o infeksiyadan toparlana bilmədi. Yəni onun ölüm səbəbi oldu. Anasında da böyrək çatışmamazlığı oldu. Yəni böyrək çatışmamazlığından oldu. Yəni sidiyə çıxa bilmədi. Yenə də onkologiya ilə bağlı problem olmadı. Yəni təbii ki, o olmasaydı da ola bilərdi bunlar. Yəni bunlar aldığı müalicələrə görə deyil, xəstəliyinə görə deyil. Anasında sidik verməmək oldu. Təbii ki, 85-86 yaşında qadındır. Yəni ola bilər də. Mənim nənəm də rəhmətə gedib, 80 yaşında rəhmətə getdi. O 2-3 gün içində sidik vermədi. Biz onu dializ eləyənə, biz ona dializ kateteri qoyanda dünyasını dəyişdi. 2-3 gün içində oldu. Yəni bu onkologiyaları olmasaydı da bunlar olacaqdı. Birində öd yolunda tıxanıqlıq daşa bağlı. Amma o hər ikisi bəlkə də bir 80-100 kursa yaxın kimyoterapiya müalicə alıb. Deyirsiniz 5-6 il yaşadılar. Əslində daha çox yaşadılar. Daha çox. Hə. Əslində amma 4-cü mərhələ. İkisi də 4-cü. Bir yumurtalı xərçəngidir, bir ağciyər xərçəngidir. Biraz bundan öncə dedim, ağciyər xərçəngində möcüzələr var. Məsəl üçün fikir verin, 7-8 il 4-cü mərhələ, bir də yaş faktoru da var. İndi yaş da bizim üçün bir çətinlikdir, əziyyətdir. Yəni cavanla yaşlı eyni keçirə bilməz müalicələri. Amma yenə də çox yaxşı nəticələrlə. Genetik testi dediniz ki, mənfi çıxmışdı. Biz bir neçə il bundan əvvəl də bu genetik test haqqında mənə elə gəlir ki, elə bəlkə də bu xəbəri yaymaqda səbəb o idi ki, daha doğrusu bəhanə o idi ki, bütün dünya genetik testlər haqqında da bilsin də. Yəni Angelina Jolie genetik test eləyəndə görmüşdük ki, bəs onun da onkologiya meyilliyi var və süd vəzlərini çıxartmışdı. Genetik test mənfi olanda üstünlüyü nədir və müsbət olanda nədir? Yəni genetik test sadəcə bir ağciyər, süd vəzində var, bir də ginekologiyada var. Hə. Tutaq ki, bəzən süd vəzi xərçəngi olan bir qadın ikinci süd vəzi üçün tez genetik test istəyir ki, ona da baxsın, orada da yarana bilər, bilməz də. Biz bu genetik testi mən əslində çox da verməyinin tərəfdarı deyiləm. Verib ağlımızı, fikrimizi qarışdırırıq. Genetik test müsbət olmaq o deməkdir, öyle bir kanser olacaq. Nə deməkdir? Yəni bir riski var. Yaxşı, belə deyək ki, xalası, anası, bacısı. Yəni o qədər adam var ki, xalasında da yoxdur, anasında da yoxdur, bacısında da yoxdur, heç birində yoxdur, özündə süd vəzi xərçəngi var. Amma genetik deyil də onda demək. Yəni bunu mən adətən belə deyirəm də, tutaq ki, siz nənənizi tanıyırsınız da, nənənizin nənəsi ki, tanımırsınız. Nədən dünyasını dəyişdiyini bilmirsiniz ki, bir nəsildir bu. Bunun bəlkə də bir 100 nəsildən gəlmiş bir nəsildir də bunlar. Yəni bunların hamısı nisbidir. Yəni gedib tutaq ki, genetik testi verdiniz, 20 yaşında bir qız pozitiv çıxdı. Nə gedib ginekologiyasını çıxartdıracaq? Yəni bunu verib niyə bu adamın ağlın fikrini qarışdırırıq biz? Gedib süd vəzlərini kəsdirəcək, içinə implant qoyduracaq. Axı bu 20 yaşında bir qız üçün travmadır. Yəni ona görə də mən genetik testi verilməyinin tərəfdarı deyiləm. Yəni onlar nisbidir.
Yəni hər o BRCA1-2 gendə də onlar, hər onları pozitiv olan kanser anlamına gəlmir. Yaxşı, siqaret çəkirsiniz, hamı deyir ki, mənim babam 100 il çəkdi, bir riski yoxdur. Oradan bir genetik müsbət çıxır, tez gedib ginekologiya, süd vəzin götürürüm ki, gələcəkdə kanser olması. Ondan öndə həm riskli olan siqaretdir. Heç onun risk faktoru sayan yoxdur. Amma gedib genetik test verirlər. Bu nə dərəcədə doğrudur? Mən nəyə məsləhət görürəm? Tutaq ki, anasında süd vəzi kanseri olan, uşaqları da tutaq ki, normalda süd vəzi müayinəsi neçə yaşdan biridir? 35-40-dan sonra başlayırlar da, başlasın 30-dan yoxlamağa. Biraz erkəndən müayinələrini elətdirsin də, anada varsa. İndi hər 809 qadından biri süd vəzi kanseridir. Bunlarda varsa, demək ki, bunlar uşaqları, qız uşaqları varsa, biraz erkəndən müayinələrini başlasınlar. Da gedib genetik testi verdirməsinlər. Genetik testi verdirdiniz, yenə deyirəm, 18 yaşında qız neyniyəsiz? Ginekologiyasını çıxartdıracaq. Bunun gələcəyi var. Süd vəzin uyğundur, süd vəzi əməliyyatı 18-20 yaş, 25 yaş üçün. Uyğun deyil axı. Nəymiş, mən gələcəkdə kanser olacam, olmayacam sual altındadır. Doktor, bəs onkomarker nədir? Onkomarker qanda xərçənglərin göstəricisidir. Amma bunlar da nisbidir də. Yəni genetik testdən fərqlidir də, başqa bir şeydir. Genetik tamamilə ayrıdır. Məsələn, bunların həssaslığı 20-30%-dir. Yəni tutaq ki, bu günlərim gedərsiniz, yeyərsiniz, içərsiniz, mədə-altı vəzin yükləyərsiniz. Məsəl üçün də sabah gedib qanda onkoloji göstəricinə baxarsınız, mədə-bağırsağın onkoloji göstəricisi yüksələr. Nə? Bu demək ki, bunun kanseri var? Yox. Və yaxud da tamamilə normada olar, amma kanser olar adamda. Bunların həssaslığı 20-30%-dir. Məsəl üçün, dünənlərin mənim... Yəni adama 100%-lıq cavab vermir. Dünən mənim, məsəl üçün, dediz birdən yadıma düşdü. Dünən bir nəfər tanışım var. İndi bəlkə də adını çəkməyəcəm. Mənə cavablarını atdı. İndi o buna baxacaqsa deyəcək ki, mən niyə anar misal çəkdi də? Mənim tanıdığım bir ailədir. 41-42 yaşı var. Məsəl üçün, mədə-altı vəzin qanda onkoloji göstəricisi deyək ki, norma 25-ə kimidirsə, bunda 36 çıxıb. Çox narahat olublar. Təsadüfi yoxlamalarda çıxıb. Mən də deyirəm ki, onun heç bir əhəmiyyəti yoxdur. Kimsə bunu qorxudub, mənə zəng vurur. Deyirəm ki, heç bir əhəmiyyəti yoxdur. Mədə-altı vəzinə əgər toxunmaq olsa, məsəl üçün barmaqla mı, neynə mi toxunmaq olsa, toxunun qanda onkoloji göstərici qalxıb fırlayacaq. O qədər həssasdır. Çox həssasdır. Yox, nə mənada? Yəni toxuna bilsəz, ha ona içki ilə toxundunuz, ha barmaqla toxundunuz, ha orada iltihab oldu, toxundu. Yəni iltihab nə deməkdir? Mədə-altı vəzində pankreatit deyirik də. Pankreatitdə belə yüksəlir. Həssas markeri nədir? Hansıdır? Prostat kanseri. %100 göstəricidir. Məsələn, o yüksəkdirsə qorxun. Amma tutaq ki, mədədir, süd vəzidir, bağırsaqdır, bunlar yüksəkdirsə qorxmayın. Və yaxud da bəzən normada olar, amma kanser olar, adamın xəbəri olmaz. Yəni, hər süd vəzi, hər ginekologiya, hər mədə, bağırsaq, mədə-altı vəzi, bunlarda kanserləri həmişə yüksəlmir. %30 yüksəlir. Çox vaxt bizi yanıltır. Yəni, ona görə də kimsə gedib qanda onkoloji markeri normaldırsa, nə sevinməsin, nə də yüksəkdirsə qorxmasın. Doktor, immunitet xərçəngi qaytara bilərmi? Məsəl üçün də mənim keçən səfərki bir kapoş ilə bağlı danışdım, dəri xərçəngi ilə bağlı. Ondan bir gün sonra bir xəstə gəldi. Dedi ki, sənin anlatdığın o xəstə birə-bir mənəm. Mən canlı variantıyam, canlıyım, mən yaxşıyam. Sevindim təbii ki. Açdı, baxdı, bu böyrək transplantı olub xəstə. Mənim danışdığımdan fərqli olaraq bunda mən birinci danışdığım belə idi də, var idi. Ayağında balaca bir xalı var idi. Bu transplantdan sonra bu böyüyə-böyüyə getdi. Bunda isə yox idi. Transplant olandan sonra kapoşi yaranıb bədəndə. Dəri xərçəngi transplantdan sonra yaranıb. O birisində var idi. Birinci danışdığımda, keçən müsahibəmdə dediyimdə var idi, böyüdü. Bunda yox idi. Yeni yaranır. Və transplantdan sonra bunlar immunosupressorlar içir axı. Onun fonunda sürətlə böyüyür. İmmunosupressor yəni niyə içilir və nədir? Qaraciyər böyrək işləsin deyə də. Çünki qaraciyər axı transplant olunub, yad sim olub. Daha doğrusu bədən onu qəbul edirsə. Bədən onu yad sim kimi qəbul edir də. Nə olsun ki, yəni uyğun donor seçilib. İmmunitetə düşürür ki, immunitet onu... İmmunitet çünki artdığı anda onu yad sim kimi tanıyıb, onu imtina eləyəcək. Yəni ona görə onun daim immunitet düşməlidir. Böyrək işləməyəcək, hə. Buna yazıblar immun sistemini düşürən dərman.
Və bu görüb ki, bunun kapoçisi arta-arta gedir yuxarıya doğru. Bu götürür öz başına kəsir dərmanı. Öz başına kəsməklə 70-80% həmən o xəstəliyi, kapoçisi yenidən qayıdır topuğa doğru da, yəni hansı ki topuqdan yuxarıya doğru gəlib dizə kimi qalxan xəstəlik bir ay immun supressoru kəsməklə görün immunitet nə qədər önəmli bir faktordur. Bir ay kəsib. Mən onu eşidəndə çox narahat oldum. Dedim, bəs sizin transplant həkiminiz nə deyir? Axı siz bunu kəsməklə qaraciyər çatışmamazlığını, böyrək çatışmamazlığını yaradasınız axı. Həkimin təcili deyib ki, yox, başda. İndi, amma mən dedim ki, bir həkiminlə məsləhətləş, bəlkə 50% ilə dərmanları gedəsən, bəlkə o 50% immunitetin heç olmasa yavaş-yavaş olsun da, yəni proseslər yavaş-yavaş olsun. Demək, immunitet qalxdıqca bu immuniteti qalxa-qalxa heç bir müalicə almayan, nə kimya almayıb, nə şüa müalicəsi almayıb, kimyaterapiya almayan, şüa terapiyası almayan bir xəstənin immuniteti onun məndə şəkilləri var. Göstərərəm. Necə yəni immun sistemi onu aşağıya doğru qaytarıb, dərini tamamilə sağlamlaşdırıb. Yəni bu da bir möcüzədir əslində. Yəni bu gəlib çıxırıq yenə də hər şeyində immun sistem yəni döyüşür də, yəni immun sistem ağciyərin kanserində daha çox bu döyüşür. Məsəl üçün də yəni kapoşi də döyüşür. Bax fikir verin məsəl üçün. İmmun sistem immun terapiyalar bunun üçündür də məsəl üçün deyək ki, eləyirlər ki, immun terapiyalarda indi eşitmisiniz də immun terapiya müalicələr var. Hə. Onlar immun sistemi qaldırmır ki. Onun adı immun terapiyada hamı elə bilir ki, o immun sistemi qaldırır. O immun sistemi qaldırmır. O məsəl üçün deyək ki, xərçəng hüceyrəsidir. Xərçəng hüceyrəsindən tutaq ki, immun sistemi zəiflədən bir hüceyrələr var. Onlar çıxır, gedir öndə. Onlar gedir orqanizmi dağda gedir, arxasınca da xərçəng hüceyrələri irəliləyir. Məsələn, onları blok eləyir, həmən o hüceyrələri. Orqanizmin özünün immuniteti onu qalib gəlir. Bildiniz nətər? Hə. Yəni tutaq ki, bir hüceyrə var, xərçəngdən çıxır ancaq o. Adı tutaq ki, deyək bir X adlandır. O X ad öndə gedir. O yol aça-aça gedir. Arxasınca da xərçəng hüceyrələri gəlir. O həmən o immun terapiyalar immun sistemi qaldırmır, onu blok eləyir. Elə bil onu yolda dayandırır. Hə. Hansı ki immun sistemi zəiflədən hüceyrədir o gedən qabaqda. Xərçəng hüceyrəsi deyil. Onun qabağını kəsməklə kəsən kimi o həmən o xəstənin immun sistemi xərçəngi yenir. Yəni bu möcüzələrin məsəl üçün biri də budur ki, yəni axı bu onkoloji xəstədir. Biz hamı elə fikirləşir ki, bunun immun sistemi bu nə qədər güclüdür ki, bu yenir. Amma gördüyünüz kimi yenir. Kapoşini heç immun supressoru kəsən kimi kapoşini sağaldır. Oradan ağciyərdən çıxanı qabağın kəsməklə sadəcə yolu bağlayır. Yolda kanser hüceyrəsinin yolu deyil, həmən o immun sistemi zəiflədən yolunu bağlayır. Kanser hüceyrəsinin yolunu bağlamaq deyə bir şey yoxdur. Onu bağlayır, immun sistemi özü mübarizə aparır.